Aprelin 17-sində Qafqaz Info saytında baş nazir Əli Əsədova məxsus olduğu iddia olunan biznes və tikinti obyektləri haqqında məqalə dərc olunub. Əli Əsədovun Biznes və Tikinti İmperiyası başlıqlı yazıda paytaxtın müxtəlif ərazilərindəki 7 bina, 5 restoran və 1 otelin baş nazirə aid olduğu deyilir. Məqalədə həmçinin Əli Əsədovun media vasitəsilə müəyyən şəxsləri hədəf aldığı iddia olunur. Sitat: Əli Əsədov bəzi sevimli jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur. Azərbaycanda hökumət nəzarətində olan media orqanlarının vəzifəli şəxslərin korrupsiya fəaliyyəti haqqında yazılar dərc etməsi ilk deyil. Lakin bu tip yazılar adətən həmin şəxslər vəzifədən uzaqlaşdırıldıqdan sonra tirajlanır. Məsələn, ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi açıldıqdan sonra mətbuatda ona məxsus olduğu deyilən mülklərin siyahısı yayılıb. Əli Əsədov isə hələ ki baş nazir səlahiyyətlərinə davam edir. Aprelin 20-sində Nazirlər Kabinetinin saytında onun sədrlik etdiyi İqtisadi Şuranın iclası barədə xəbər dərc olunub. Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah düşünür ki, hökumət nəzarətindəki mediada baş nazirlə bağlı belə bir yazının yayılması yalnız Prezident Administrasiyasının sifarişi ilə ola bilər. Lakin onun dərhal vəzifədən kənarlaşdırılacağını gözləmək düzgün deyil. Sitat: Bəzən bu cür məlumat sızmaları sadəcə nəzarət mesajı xarakteri daşıyır. Konkret addımlarla nəticələnməyə bilər. Lakin bu cür informasiya axını davamlı olarsa, vəzifə dəyişikliyi və ya təsir dairəsinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Əsas sual ifşaların davamlı olacağı, yoxsa müvəqqəti xarakter daşıyacağı ilə bağlıdır. Əli Əsədov 2019-cu ildən baş nazir vəzifəsindədir. O, daha öncə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi və prezident administrasiyası rəhbərinin müavini vəzifələrində çalışıb.